Depressiya əsasən iki hisslə əlaqədardır. Çox hisslər var, amma iki hiss çox vacibdir. Kədər hissi olur, bir də maraq itir. Biz müxtəlif fəaliyyətlərdə olanda beynimiz fərqli dalğalarda olur. Məsəl üçün, bax mən indi danışıram, mən başqa dalğadayam. Siz indi qulaq asırsınız, başqa dalğadasınız. Yatanda başqa dalğada, oyaq olanda başqa. İnsan depressiyada olanda təsəvvür eləyin ki, delta dalğasında olur. Delta dalğası isə insanın yatmış vəziyyətdə olan dərin yuxuda olduğu vəziyyətdir. Yəni dərin yuxuda necə olur? Delta dalğasında olur insan və o da bütün proseslər zəifləyir. Metabolizmamız zəifləyir, orqanların işi zəifləyir dərin yuxu fazasında. Baxın, depressiyada olan insanda da bu belə olur. Yəni sən delta fazasında olduğuna görə sənin bütün bədənin zəif işləyir. Hətta insanların unutqan olurlar, danışanda belə qırıq-qırıq danışırlar, onlar zəif danışırlar. Səsinin təmbri çox aşağı olur, ahəngi çox aşağı olur. Yavaş yeriyirlər, yavaş dərk edirlər, az belə zəif dərk edirlər, belə deyək. Yəni bu həmin o dalğaya kökləndiyinə görədir.